Əminə bu saat mənə zəng vurmuşdu, amma səsi uzaqdan gəlirdi, elə bir başqa planetdən danışırdı. İşlər düzəlib deyəsən. Elə bilirəm ki, hələlik əmisindən çəkinir, ancaq onlar evlənən kimi belə düşünürəm... Nədən bilirsiniz ki, ortalıqda toy əhvalatı var? Elə onu deyirəm də, Əminə xahiş elədi ki, şeylərini yığışdırım. Şeylərini? Hə də, ateliyədə onun xırım-xırda şeyləri vardı. Bir də ki, qəşəng qırmızı paltarı, əla şal parçadan, ona çox yaraşırdı. Zəng elədi ki, onları yığışdır saxla, işin axırı üçün ateliyəyə yaşıl masküçdə bir oğlan gələcək. Hamısını verərsən ona. Əmsinə xəbər vermişsiniz? Axı kişi çox narahatdır. Xeyr, evlənəndən sonra özü hamısını əmsinə danışar. Haqlı sözdür. Verdiyiniz məlumat üçün çox sağ olun. Siz də sağ olun. Buraxılış kağızını verin. Buyurun. Saat neçədir? 5-10 dəqiqə qalıb. Hələ vaxt var. Sənin işindən mənim heç başım çıxmır. Nə uzadırsan? Ya bir dəfəli evlən, ya da ki, çək də bu yazıq qızdan. Gel-gəldən pakışqalar da üzülüb. Qorxma, pakışqa taparım. Ay tapdın ha. Xəbərim var. Bax, Moskviç bizə heç gözdən qoymur. Haçan düşüb dalmışca. Sürəti azalt. Marşrutu dəyişməli olacaq. Avtobus dayanacağına sür. İş vaxtı qurtardı, sabah